Hə. Mən də öz adımdan çox sağ ol deyirəm gənclərə, təşəkkür edirəm ki, həmişə mənim səsimə səs verirsiniz, məni tək qoymursunuz. Yəni həqiqətən də bu elə bir deyək ki, bir prosesdir ki, mən burada tək heç bir zaman uğur qazana bilmərəm. Yəni ailələrin gedib ziyarət edə bilmərəm. Heç də yaxşı alınmaz. Çünki ailələr həmişə nədən sevinirlər? Gənclər onları ziyarət edəndə çox sevinirlər ki, onların övladları da boş yerə şəhid olmuyor, demək ki, unudulmuyor. Mən düşünürəm ki və əminəm ki, siz və sizdən sonraki nəsillər də bizim şəhidlərimizi unutmayacaq. Çünki onlar hamısı bir canlı tarixdir. Eyni zamanda siz artıq elə bir yaşdasınız ki, müharibəni siz öz gözlərinizdən gördünüz. Düzdür, biz Mingəçevirdə yaşasaq da, amma bu müharibənin həqiqətən iliklərimizə qədər hiss elədik. Gördünüz ki, axırda hətta Mingəçeviri də vurmağa çalışdılar. Amma çox şükür ki, qalib gəldik. Artıq görürsünüz ki, siyasi baxımdan da biz qalibik. Çünki bugün ölkəmizin prezidenti demək olar ki, bir çox ölkələrdə çox yaxşı şəkildə qarşılanır və ona qalib sərkərdə kimi müraciət edirlər. Təbii ki, güc birlikdədir. Biz, hansı ki, şəhidlərimiz ön cəbhədə vuruşurdular. Biz və bizim timsalımızda olan gənclər də arxa cəbhədə